Salam, hər vaxtın xeyir olsun. Biz Fatmaydakı bar evimizin istipolun altını döşədik, qurtardıq və indi isə Allahın köməyindən istipolumuzu çəkəcəyik. Bizim steplerdir, sancaqlarımız da var, hamısını yığıb hazırlayacaq və bir də barabanımızdır. Sağ olsun, Xəyal qardaş barabanı bir kəlmə dedim, sırası göndərdi, hazırdır. İndi isə videonu izləməkdə qalın, əziz izləyicilər. Görəsiniz ki, necə iş görürük, nə edirik. Haradasa korobkada ya 5000 ya 6000 dənə bizim sancağımız var. Bu belədir ki, bu penoplastlar bildiyiniz kimi yerli istehsaldır. Bunun keçməsi biraz necə deyərlər, zəifdir. Ancaq o Ruslu və ya Türk istehsalları olan o borunu özündə kip saxlayır. Ona bu steplerdən istifadə etmək ehtiyac olmur. Yəni orada videolarda da var, yığdığım. Yəni onlara ehtiyac olur. Bunlarda biraz boş olduğuna görə bunu məcburan və boru qırağa çıxmasın deyə bundan istifadə etmək lazımdır. Bu hazır tikmək olar, hazırdır. İndi isə bunu da ki, onu da deyim sizə. Mənim dostum var Asiyada, prorabdır, Qədir qardaşımız göndəribdir, sağ olsun, Allah kömək olsun. İndi yenə də instrument gətirəcək mənim üçün, Rehal firması pres aparatıdır, ondan gətirəcək mənə inşallah. Keyfiyyətli materialdan da, yəni stenkası nazik olan bir şey deyil, keyfiyyətli olandır. Kraskalı deyil, yapışıq bir-birinə. Əziz izləyicilər, biz qurtardıq barabanımızı, istipolumuzu gördüyünüz kimi qoymuşuq, hazırdır. İndi isə başlayacaq kollektorimizi bağlayıb istipolumuzu çəkməyə. Budur bizim barabanımız, budur.
Məndə bundan başqa bir dənə də baraban var. İntihası Samadel yığılıbdır. O da lap mükəmməl bir şey. Budur. Bunu inşallah çəkər. Görürsünüz, bax beləncə olur. İndi isə başlayırıq işimizə. Start veririk. Başlayaq çəkilişimizi ilə. Videonu izləməkdə qalın əzizləyicilər. İşimiz getdikcə çəkiliş edib paylaşarız. Sağ olun.